Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci həmişəki kimi Allah Taala'nın bütün nemətlərinə çoxlu şükürlər olsun Allaha və həmçinin şükür etmək əlbəttə ki, hər bir şeyə lazımdır. Allah Taala'nın verdiyi nemətləri dəyərləndirmək üçün Allaha çoxlu şükürlər etmək lazımdır və həmçinin əsas da ki, iman, doğru yola yönəlmək neməti ən böyük nemətdir. Çünki onu bilən adam şükür etməyi də bilir. Və sonra sevimli qardaşlar, bir məsələ var ki, bugün ümumiyyətlə biz müsəlmanlar arasında buna çox etinasız yanaşırlar. Elm məclisləridir, elm həlqələridir. Yəni bunlardan uzaq düşüblər. Ümumiyyətlə elmdən uzaq düşüblər müsəlmanlar və məsələn görürsən ki, bugün biri oturur, yəni başlayır İslamı mövhumat adlandırmağa, köhnə din, yəni elmin qadağa qoymağın haqqında danışır. Məsələn, baxırsan ki, yaxşı sən nə eləmirsən? Heç bir şey icad eləməmişsən, bir şey eləməmişsən, yəni danışır. Danışanların sayı da çoxalır. Amma unutmaq olmaz ki, keçmişinci və əlbəttə müsəlmanların böyük alimləri olub, güclü alimləri olub və həmçinin bilirsiniz ki, elmi, yəni əvvəllər mədrəsədə, məsciddə oxuyurdular, öyrənirdilər, dil öyrənirdilər, elm öyrənirdilər, dini və dünyəvi elmlər. Və sonra bu getdikcə uzaqlaşdılar bundan və kommunizm dövründə artıq onları geridə qalan kimi uzaqlaşdırdılar, yəni gözdən saldılar. Elhamdülillah, yəni elm həmişə, hər zaman bizə lazımdır. Və birincisi odur ki, İslamla elmin münasibəti. Əlbəttə ki, İslam dini elmə böyük yer verir. Xüsusən də şəri elmə. Yəni, əlbəttə ki, Allahın elmi, Allahın dininin elmi birincidir. Və sonra müsəlmanların ehtiyacı olan elmlər var ki, onlara da nədir? Bir problem yoxdur. İslam dinini yaxşı baxır onlara. Müsəlmanların ehtiyacı olan, məsələn, həkimdir, deyək ki, mühəndisdir, məsələn, təsərrüfat işlərinə əlaqəli, texnikanın, indiki müasir dövrdə elektronikanın, yəni onlar ki, müsəlmanlara fayda verir, dinimizə fayda verir, yaşayışımıza fayda verir. Əlbəttə ki, onlara da İslam heç vaxt pis baxmır. Və bəzən qarışdırırlar, deyirlər ki, bəs onda nəyə görə müasir maşınla gəzirsiniz, telefondan istifadə edirsiniz. Yəni, telefonla din başqa şeydir. Yəni, etiqadi məsələlər, mənəvi məsələlər, yəni, qarışdırmaq olmaz onları. Əlbəttə, yəni, onun öz yeri var, bunun öz yeri var. Ona görə də, yəni, İslamın, yəni, birinci, İslamın mövqeyi nətədir? Yəni, İslamın mövqeyi, yəni, elmə həris olmağı bizə tövsiyə edir. Hətta ən birinci ayət oxu kəlməsindən başlayır. Yəni, oxu, Rəbbinin adı ilə oxu, oxumaqla başlayır və əlbəttə ki, müsəlmanlar elmdə böyük nə qoyublar, iz buraxıblar. Həqiqətən də baxmayaraq bunların çoxsu bilmir, xəbəri yoxdur, danışır. Yəni, bunlar problemdir. Bizdə bu da elmin bir növüdür ki, yəni onları oxumurlar, bilmirlər, xəbərləri yoxdur öz keçmişlərindən və nədir, bu haqda danışırlar. Yəni, ümumiyyətlə, dediyimiz kimi, elm birinci Allah Taala'nın elmidir. Yəni ki, şəri elm xüsusidir və onun mükafatı da var. Və Allah Taala buyurur ki, "Yərfa'ullahü'llezine amanu minkum ve'llezine utul ilme dərəcət." Allah sizdən iman gətirib elm verilənlərin dərəcəsini qaldırar. Əlbəttə ki, şəri elmdir burada və yəni, iman gətirib, yəni elm verilənlərin dərəcəsi üstündür və bunları bilmək lazımdır. Və həmçinin Allah Taala buyurur ki, bilənlə bilməyən eyni ola bilərmi? Allah Taala buyurdu, yəni açıq-aşkardır burada. Bunu göstərdi ki, əlbəttə ki, bilən üstündür. Bilən üstündür. Yəni bu barədə məsələn ayətlər və hədislər çoxdur və kim elm öyrənmək yoluna çıxarsa, cənnətə çıxan yolu onun rahatlaşar. Yəni cənnətə gedən yoldur elm öyrənmək. Və məsələ ondadır ki, elm məclislərindən uzaq durmaq insana fayda vermir. Və çoxsu, məsələn, deyir ki, mən özüm bugün deyir, biraz
elektronika inkişaf edib. Bundan yəni rahat olur ki, nəsə bilir, yox, elə deyil. Yəni mütləq elm almaq üçün onun əhlindən soruşmalısan, öyrənməlisən. Fəsalu əhlə zikri in kuntum la ta'lemun. Bilmədiyiniz şeyləri elm əhlindən soruşun. Əhlindən soruşmaq lazımdır. Əhlinə qaytarmaq lazımdır. Ona görə də bugün aləm qarışır bir-birinə. Yəni əhli olmayanlar danışır, elmi olmayanlar danışır, qarışır və ona görə də fəsad çoxalır. Və elmsizlik daha da artır. Və həmçinin bu ayəti şərifdə gördük ki, Allah Teala əmr etdi ki, yəni bilmədiklərinizi elm əhlindən soruşun. Yəni soruşmaq əmrdir. Soruşmaq vacibdir. Bilmirsənsə elmi əhlindən, onun əhlindən soruşmalısan. Və elm əhlinin də üzərində odur ki, onlar da nə etmədilər? Əziyyət çəkmədilər, oxumadılar, axtarmadılar, tapmalıdırlar və onu çatdırmalıdırlar. Və bilirsiniz ki, əvvəllər də Rasulullah sallallahu aleyhi və səlləmin də vaxtında elm meclisləri var idi. Rasulullah sallallahu aleyhi və səlləm oturardı. Məsələn, Rasulullah sallallahu aleyhi və səlləmin hədisləri var. Bizə məsələn, elmi bugünləri onlardan istifadə edirlər. Baxmayaraq ki, müsəlmanlar bundan xəbərsizdirlər. Çoxsu, hamısı yox, əlbəttə ki, yəni bunu bizə aşlayırlar. Biz müsibətdəyik. Təsəvvür edək ki, elə bir gənclər yaşayır ki, bu saat elə bir gənclər yetişir ki, elə insanlar yetişir ki, öz arzu edir ki, öz ölkəsinin hansısa ölkə gəlib işğal etsin, ağ günə çıxartsın bunu. Yəni düşüncələr hansı dərəcəyə gəlib çıxır. Yəni belə şeylər hətta var. Məsələn, kimdənsə mədət umurlar ki, gəlib bunları ağ günə çıxardı deyir. Yəni öz ölkəsinin xəyanət edir, bilmədən və yaxud da kimlərin təftinə uyduğuna görə, yəni bunlar təhlükəli şeylərdir. Və yəni özlərin ağıllı və elmli sayılırlar, başqalarının yəni elmsiz sayılırlar və gördüyünüz bu vəziyyətə gəlib çıxır. Və elhamdülillah Rasulullah sallallahu aleyhi və səlləmin vaxtında da nə idi? Bu elm var idi. Və Rasulullah sallallahu aleyhi və səlləmin vaxtında oturmuşdular sahabələr, Rasulullah sallallahu aleyhi və səlləm onlara faydalar verildi. 3 nəfər gəldi, biri oturdu, ikisi oturdu, onlardan birisi getdi. Və Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, o bir nəfər oturan, yəni oturdu, yəni məclisin faydalanmaq üçün, yəni Allah Teala da ona xeyir qapıları açdı. Yəni ki, Allah Subhanahu taala da ona ona sığındı, Allah Teala da ona xeyir qapısı açdı. İkincisi həya elədi. Allah da ondan həya elədi. Yəni o durub getmədi, cəmaatı qoyub tərk elədi. Birincisi üz çevirdi, çıxdı, getdi, Allah da ondan üz çevirdi, getdi. Yəni elm məclislərinə üz çevirib çıxıb getmək olmaz. Və üz çevirib getmək qəlblərin körlanmasıdır, məhv olmasıdır. Yəni elm məclislərini tərk eləmək olmaz. Yəni yorğun olsan, əziyyət çəksən əlbəttə. Və yəni elmə həmişə can atmalısan. Xüsusən də dedi ki, Allahın elminə, şəriət elminə xüsusən can atmalısan. O sənin həm bu dünyan, həm də axirət. O biri elmlərə qapıdır. O biri elmlərə qapıdır. Sən təsəvvür elə ki, müsəlmanlar üçün nəsə bir elm qoyub, fayda qoyub geçsin, əlbəttə ki, o sənin üçün daha xeyirlidir, həmişə. Onlar ondan istifadə edirlər. Məsələn, bugün də var ki, məsələn, müsəlmanların qoyduğu elmlərdən istifadə edirlər və onlardan nə qədər, məsələn, xeyir işlərdə istifadə olunur, məsələn, xəstələr kimi və yaxud da nə kimi. Və Allah Teala əlbəttə ki, ona xeyir yazır. Və ona görə də nədir, elm məclislərini tərk eləmək olmaz. Yəni, təhlükəlidir. Gördük ki, üz çevirib gedənlər Allah Teala da üz çevirdi. Və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, mən yuridillahu bihi xayran yufaqqihu fiddin. Allah kimə xeyr istəyərsə, Allah onu dində anlayan elər. Dilini doğru, düzgün anlayan eləyər. Yufaqqihu, yəni fəqih edər, anlayan eləyər, başa düşən eləyər. Yəni, insan oxuyur, düzdür, oxuyub. Yəni, oxumaqla elmli olmaq başqa şeylərdir. Bəzən olur ki, insanlar var ki, oxuyublar, çox oxuyublar. Amma ki, heç bir şey yoxdur. Yəni, Cəlil Məmmədquluzadə bir sözü var, deyir, hamısı deyir ki, oxu bildim ki, oxu adam ol. Yəni, əsas məqsəd olur ki, sən oxuyub nəsə fayda götürəsən, fayda verəsən. Aydındır. Bəzisi olur ki, mən oxumuşam, bunu oxumuşam, ora oxumuşam, bura oxumuşam. Amma görürsən, nə düzgünlüyü var, nə əxlaqı var, nə məsələn faydası var, nə şey var.
Heç nə. Oxumaqla deyil. Yəni o oxuduğun şey fayda verməlidir. Həm sənə, həm də başqalarına. Və həm özün bunu başa düşməlisən. Və əgər o elm səni islah eləməyibsə, başqalarını da sən islah edəcəkdir. Ona görə də nədir? Fəqih olmaq odur ki, yəni doğru düzgün nəticə çıxarmaq, doğru düzgün elmə varmaq budur. Yəni hər oxuyandan o demək deyil ki, oxuyubsa, bu oxuyubsa, bu ondan çıxar. Yox. Onlardan o vaxt sayılır ki, o nədir? Onu anlayandır, düzgün əməlləyəndir, düzgün başa düşəndir, nəticələrin, yəni hər bir elmin məqsədin düzgün qiymətləndirən, dəyərləndirən, düzgün başa düşəndir. Və ona görə də həmişə elm məclislərində iştirak etmək lazımdır. Mütləq şəkildə, yəni ola bilər məsələn elm həlqələri deyirlər də, dövrələr, yəni oturardılar. Və yaxud da məsələn indi müasir dövrdə telefonda və yaxud da internetdə, kompüterdə yəni oturursan, qulaq asırsan, faydalanırsan, yazırsan. Əlbəttə ki, mütləq sən mütləq müəllimlərdən istifadə eləməlisən, şeyxlərdən istifadə eləməlisən. Hələ bir şey yoxdur ki, istəyir dünyavi elm, istəyir dini elm. Ala bu kitabları ged oxu, onda sən sufilər deyir, nətər deyir, bir sözləri var onların, şeyxi olmayanın şeyxi şeytan olur. Ya da kimin ki şeyxi kitabdır, onun şeyxi şeytan olur. Yəni kitabdan sən düzgün başa düşə bilməzsən, mütləq onun əhli lazımdır ki, onu sən başa düşəsən. Ona görə də çalışmaq lazımdır ki, elm məclislərində oturasan, elm məclislərindən faydalanasan. Və ona görə də bunun faydasını sən başa düşməlisən, bilməlisən. Nətər ki, bayaq hədis-i şərifdə dedi, kim elm öyrənməyə çıxarsa, artıq cənnət yoluna çıxmışdır. Bu böyük bir savabdır və yer üzərində mələklər var ki, onlar zikir məclislərini, elm məclislərini axtarırlar. Və onlar çağırırlar olar ki, burada elm məclisi var. Və soruşur Allah Subhanahu onlardan, mələklərdən ki, qullarım nə edirlər orada? Əlbəttə ki, Allah hər şeyi bilir. Onlar sənə zikr edirlər, elhamdülillah, subhanallah, sənə xatırlayırlar. Onlar mənə görürlər, deyir, yox, görsəydilər, mənə nətər xatırlayırlar, bilsəydilər. Allahu Akbar. Sonra deyir, onlar nə istəyirdilər səndən? Deyir, cənnət istəyirdilər. Yəni, cənnətə. Onlar cənnəti görürlər, deyir, yox, görmürlər. Görsəydilər, nətər istəyərdilər, cənnətdə olanlar neyməti, əbədi həyatı. Deyir, bəs onlar, daha deyir, onlar cəhənnəmdən danışırdılar. Deyir, cəhənnəmi görürlər, cəhənnəmdən Allaha sığınırdılar. Deyir, yox, görmürlər. Deyir, bəs görsəydilər, nətər olardı. Yəni, görürsən, meclisdə oturub bunları xatırlamaq lazımdır. Və deyir, Allah Teala deyir ki, mən onları bağışladım. Allah Subhanahu taala bağışlayır, yəni elm meclisində oturmaq savabdır, elm meclisində oturmaq bağışlanmaqdır, elm meclisində oturmaq təmizlənməkdir, elm meclisində oturmaq Allahın razılığını qazanmaqdır, elm meclisində oturmaq faydalanmaq, yəni insanın özünü islah etməsi, yəni budur. Yəni elm meclisi elə-belə məsələ deyil. Hətta sən nətər deyir, sonra deyir, orada biri var idi, elə-belə ehtiyac üzərindən gəlib oturmuş, başqa bir şey üçün gəlmişdi, yəni elmlə əlaqəsi yox idi. Deyir, onu da bağışladı. Təsəvvür edirsiniz, yəni orada oturmaq, yəni Allah Subhanahu taalanın zikr məclisində, yəni faydası çoxdur. Hətta məsələn, harada bir məclisdə oturub Allahı zikr eləməyib durarlarsa, elə bir ki, leşin üzərində leş yiyib duranlara oxşatır. Resulullah sallallahu aleyhi ve sellem. Allahı xatırlamaq lazımdır. Allahı xatırlamaq, yəni təsbihdir, təhlildir, təhmiddir, yəni ki, zikirdir. Yəni Quran oxumaq da zikirdir, zikir eləmək də Allah subhanallah, elhamdülillah, la ilahe illallah. Allahın ayətlərindən danışmaq zikirdir. Allah Teala əmirlərindən danışmaq zikirdir. Allah'a adını xatırlatmaq, ümumiyyətlə hamısı zikirdir. Və məsələn Allahın yolunda getməyi dəvət eləmək də zikirdir. Hamısı bunlar zikirdir. Əd-dünya məl'unun və məl'unun mə fiyhə illə zikrallahi və mə vələ. Dünya deyir, hamısı məl'undur. Yəni ki, heç bir faydası yoxdur. Allah Teala'nın yəni ondan lənətləyirdir. Yəni heç bir faydası yoxdur. Kim nə aparıb bu dünyadan? Əlləşib, vuruşub, qazandığın, heç kəs heç nə aparmır. 100 illər bundan qabaq ölən babalar var ki, heç adlarını bilmir heç kəs. İnsan unudulub gidir. Sadəcə insan öz aləmində, xəyallar aləmindədir. Yəni insan belədir. Yəni unudulub gedir. Heç kəs. Soruşursan məsələn, babamın babasının adı nədir heç bilmir.
çoxsu. Çünki onlar unudulub gedir, yəni onlar bu dünya belədir, bu dünya ümumiyyətlə sonra sonunda qurtaracaq hamısını. Amma dünya deyil, lənətlənib, yəni ki, Allahın mərhəmətindən, yəni uzaqlaşıb. Xeyri yoxdur bu dünyanın. Resulullah sallallahu aleyhi ve sellem yol gedəndə bir dənə leş göstərdi, dedi, kim onu alır? Dünya bax odur. Heç nə. Sən də adı bura gəlmişsən bu dünyaya, müəyyən bir vaxt yaşamaq üçün, sənin üçün müəyyən bir yaşayış tərzi üçün müəyyən şeylər var. Onlardan istifadə edirsən ki, həm sorğu sualın az olsun, həm bu dünyada çox əziyyət çəkməyəsən, normal yaşamaq üçün. Baxırsan, insanlar var, 300 il nəslin nəcabətinə satan şeylər var, pul var, dövlət yox. Heç bilmirsən, onun nəslindən kimsə qalacaq, nə olacaq, özü qalacaq, heç nə. Heç bir şey yoxdur, heç nə qoyub gedir. Hələ kimi çoxlar olub o cür qoyublar. Və ona görə nədir? Təkcə deyil, bu dünyada nədir? Qalan şey nədir? Xatırlamaq, yəni Allahı zikr etmək və ona bənzər şeylər. Yəni elm meclisləri. Qalan elmlər hamısı nədir? Boş şeylərdir. Sadəcə bu dünyada lazım olur, ondan sonra heç lazım olmur. Hələ bax, elmlər var ki, onlar qutarıb gedib, ehtiyac da yoxdur. Köhnəlib, həmin o icadlar da köhnəlib, bolculardan istifadə edəmirlər. Pas atıb, çürüyüb, gedib bir şey. Yoxdur. Əlhəmdə, yəni dünya belədir. Əlhəmdə, ona görə biz müsəlmanlar, yəni elmə həris olmalıyıq. Yəni müsəlmanların ən birinci problemi nədir? Elmdən uzaq düşmələdir. Xüsusən də dini elmlərindən. Quran, nə vaxt ki, Quran əlimizdən çıxdı, o da cəhalət başladı. Heç kəs bilmir. Yəni, ona görə də müsəlman aləmində də görürsünüz, ixtilafların da səbəbi budur, bölünmələrin də səbəbi budur. Yəni, elmsizlik çox pis şeydir. Yəni, İslam dini elmsizliyi heç vaxt qəbul eləmir. Hətta Resulullah sallallahu aleyhi ve sellem hədis-i şərifində buyurur ki, qiyamət günü nədir? Allah Teala alimlərdən elmi götürəcəkdir. Alimləri götürəcəkdir. Allah Teala elmdən alimləri ölümü ilə götürür. Yəni, alimlər öləcəkdir. Və yaxud da alimlər olacaq olaraq qulaq asmayacaqdır. İnsanlar üst çevirib gedəcəkdirlər. Alimlərin ölümün bu cür şərh edirlər. Və yer üzərində cahillər qalır. Cahil insanlar, elmsiz insanlar. Və onlarla soruşacaqlar, özləri də zəlalətə gedəcək, elmsiz cavab verib, başqalarını da zəlalətə aparacaqlar. Yəni, elm bu dərəcədədir. İnsanlar məhv olma dərəcəsinə gəlib çıxır. Bir-birinə qarşı olmaları, bir-birinə qarşı parçalanmalarının səbəbi də budur. Elmsizlik. Və ona görə də elmə böyük üstünlük verir. Xüsusən də özümə və sizə tövsiyə edirəm ki, elm məclislərində daima iştirak edin. Daima. Həmişə. Yəni, elmin əsas birinci elmə elədiyi kömək odur ki, sən də nəsə öyrənəsən və öyrətəsən. Yəni, sən özün öyrənib, öz ailəvi, öz uşaqlarını öyrətsən, heç nəyə problem, ehtiyac yoxdur da bizim. Heç bir problemimiz olmaz. Hamımız özümüz öyrənsək. Öyrəndiyimizi öz yaxınlarımıza öyrətsək, görünəyə də fayda olar. Hamısı elmli olar. Hamısının elmə həvəsi olar. Yəni, vaxt gələcək ki, deyir, indi deyir, sizin danışanlarınız az, əməl edənləriniz çoxdur. Vaxt gələcək ki, danışanlarınız çox, əməl edənləriniz az olacaqdır. Yəni, elm əhli az olacaqdır. Danışanlar çoxdur, hamısı danışır. Yəni, oturub internetdə hansı bir mövzudan deyirsən, hansı siyasətdən tutmuş, heyvandarlıqdan tutmuş, həkimlikdən tutmuş, mühəndislik, nə bilim, qazıntı, hansı məsələ üçün hamısından cavab yazır. Yəni, deyir də insan, bilmir ki, onlar hamısı, sonra onları kimsiləcək. Hər şeyə görə danışırsan. Ən gözəl müsəlman odur ki, ona aid olmayan işə qarışmasın. Danışmasın onunla. Hər bir istəyir dini, istəyir dünyavi məsələlər. Sənə aid deyil. Hətta bəzən görürsən ki, biri başqa bir şey soruşur. Tamam başqa bir şeylə cavab yazır. Tamam başqa bir şey. Məsələn, aidiyyəti yoxdur ona. Əlhəmdülillah, və özün də alim sayır, başqalarının nədir? Geridə qalmış sayır. Bu dəhşətçisi budur. Və bunlar qiyamət günü əlamətlərindən də ona görə yenə də biz çalışmalıyıq ki, dinimizi doğru düzgün öyrənək. Və elmə böyük yer ayıraq, özümüz üçün də, uşaqlarımız üçün də, ətrafımız üçün də. Yəni, bunlar həmişə bizi zülmətdən nura çıxardan bir şeydir elm. Və elmin İslam dinində böyük fəziləti var və yeri vardır. Ona görə də Allahdan istəyirəm ki, Allah Teala bizi faydalarında etsin. Allah Teala bizə xeyir qapıları açsın. Allah Teala bizə elm qapıları açsın. Allah Teala bizə bərəkət qapıları açsın.
Allah müsəlmanlara kömək olsun, onları bağışlasın. Və Allah Teala bizi əmin-aman içərisində etsin, ölkəmizi daim xeyir içərisində etsin. Allah düşmənlərimizi məhv eləsin, fitnələrin öz başlarında çatlasın. Allah əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun, ölkə başçımızı qorusun, xeyr üzərində etsin, haqqın cəhətçi etsin, bütün işlərdə uğur versin, güc versin. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala çətinlikdə olan bütün müsəlmanlara kömək olsun, borclarımızın borcunu qaytarmaqda yardım etsin. Allah malımıza, mülkümüzə bərəkət versin. Bağımıza, bostanımıza, işimizə, evimizə, hər bir şeyə Allah Teala xeyir bərəkət versin. Allah bizi şərdən, fitnədən, fitnə əhlindən qorusun, xəstəliklərdən qorusun. Allah Subhanahu Teala razı olsun sizdən. Barakallahu fikum. Subhanakallahumma bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.